Haqqul mərra barədə eşitmisinizmi? Adı biraz çətindir, bəli. Amma yoldan ötən şəxsin qarşısına çıxan ağacın meyvəsindən istifadə etməsinə deyilir. Yəqin ki, bağın hasarından bayıra çıxan meyvələri yeməyin icazəli olmasını eşitmisiniz. Amma bunun da özünə görə şərtləri var. Bu barədə 4 mühüm şərt qeyd olunur. 1. Bağın önündən təsadüfən keçməliyik. Yəni, öncədən bu barədə plan cızılmamalıdır. 2. Meyvəni yemək üçün budaqları sındırmamalıyıq. 3. Məqsədimiz meyvələri yemək olmalıdır. Maşına vurub daşımaq yox. 4. Bağın sahibi öncədən narazılıq etməməlidir. Yəni, bağın sahibini öncədən tanıyır və meyvələrindən istifadə etməyi ümumiyyətlə qadağan etdiyini biliriksə, bu halda da bu iş icazəli deyil. Bütün bunlar hasardan bayıra çıxmış budaq və meyvələrə aid idi. Yaxşı, bəs qonşunun ağacı bizim həyata daxil olsa necə? Meyvəsindən istifadə edə bilərikmi? Belə olan halda meyvəni rahatlıqla bədənə vura bilməyimiz üçün mütləq sahibindən icazə almalıyıq.